başlayır. Təqdimatçı mənəm İlqar Rəsul. Dinləyiciləri salamlayıram və bildirirəm ki, bugün birinci saatda biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə canlı efirdə söhbət eləyəcəyik. Əli Kərimli yaxın qohumunun Elnur Seyidovun həbsi ilə bağlı fikirlərini bildirəcək və eyni zamanda ölkədəki son hadisələr, ictimai durum haqqında, eləcə də ictimai palatanın gündəliyi barədə suallarımızı cavablandıracaq. Əli bəy artıq studiyamızdadır. Təşəkkür edirik gəldiyinizə görə və söhbətə keçməzdən əvvəl dinləyicilərə bildirim ki, ikinci saatda gənclərin yaratdığı yeni təşkilatdan danışacağıq. İki Gənclər Təşkilatı birləşərək koalisiya yaradıblar. Yeni Gənclər Koalisiyası yaradıblar. Bu barədə danışacağıq. İlk növbədə efir üçün əlaqələri xatırladım. 050-744-10-17 SMS üçün ixtiyarınızdadır. 436-77-41 sayılı telefona zəng eləyib efirə qoşula bilərsiniz. Efir @şarəsi Azadlıq Radiosu az ünvanına maillərinizi göndərə bilərsiniz. Verilişlərimiz Türksatda və Hötbirtdə peyklərdə yayımlanır. Azadlıq Radiosunun internet saytına daxil olub verilişimizi canlı dinləyə, eyni zamanda Azadlıq TV-də vizual olaraq görə də bilərsiniz. Kim bizi dinləyir, salamlayırıq, kim bizi görür, onları da salamlayırıq və söhbətə başlayırıq. Əli bəy, necəsiz? Sağ olun, yaxşıyam. Həmişək kimi. Həmişək kimi. Və qayınınızın həbsi ilə bağlı Elnur Seyidov. İndi əlavə məlumatlar bizə prodüser verəcək, amma sözsüz ki, sizin məlumatınız bizdən bir qədər də artıq olmalıdır. Həbs ediblər, 28-də saxlanılıb daha doğrusu və Bakı deməli 41 yaşlı Elnur Seyidov həbs olunub, MTN aparıb deməli saxlayıb onu və MTN-də saxlanılıb bildiyimizə görə vəkilin də fikirlərini öyrənəcəyik. Necə dəyərləndirirsiniz bunu və əlavə bu saxlanma ilə bağlı istərdik bir deməli mənzərəni bildirəsiniz. Necə olub bu hadisə? Əvvəla bu qeyri-qanuni həbsdir. Elnur heç bir cinayət törətməyib və məhkəmədə artıq ittiham aktı əsasında ilkin məhkəmə baxışı olub. Heç bir əsas olmasa da, vəkillər bu əsassızlığı sübut eləsə də, sifariş əsasında məhkəmə 3 aylıq həbs qəti imkan tədbiri seçib. Elnur orada da özü bildirib ki, o heç bir cinayət törətməyib və mənim yaxın qohumum olduğu üçün onu cəzalandırırlar. Elnura qarşı iddia olunan cinayət iqtisadi cinayətdir. Yəni bank işçisidir. Bank işçisidir və iqtisadi cinayət. Konkret ittihamın mahiyyəti, bu günə irəli sürülən ittihamın mahiyyəti odur ki, demək, müştərilərə xidmət zamanı lazım olduğundan artıq pul alıb bankın rəhbərliyinə göndəriblər. Bu qədərdir ittiham. Soruşarlar ki, Milli Təhlükəsizlik Nazirliyinin nə işi var bu işdə? Elnur niyə Milli Təhlükəsizlik Nazirliyinin izolyatorunda saxlanmalıdır? Ümumiyyətlə, bu tipli işlərlə Milli Təhlükəsizlik Nazirliyinin nə iş var? Bu, özü də bir əlavə bir göstəricidir ki, bu siyasi xarakterli bir işdir. İkincisi, mən qeyd elədim ki, Elnurla bağlı, konkret onun qanunu pozması ilə bağlı heç bir fakt yoxdur. Və bu adam maddi məsul şəxs deyil bankda. Bilirsiniz, bunun vəzifəsi imkan vermir ki, özü müstəqil qərarlar versin, yaxud bu bankın vəsaitlərinə görə maddi məsuliyyət daşısın. Bu, filial müdürünün mavinidir. Bunun birbaşa maddi məsul şəxs olmadığı məlum. Özü də xəstədir. Kifayət qədər ciddi bir xəstəlikdən illərlə də müalicə olunur. Bir neçə dəfə xaricdə müalicə olunur və axırıncı dəfə Türkiyədə klinikadakı demək, həkim rəyi istintaqa artıq təqdim olunub. Bilirlər ki, kifayət qədər ciddi xəstəlikdən müalicə olunur, həyatına təhlükə var. Və belə bir adamın heç bir əsas olmadan dərhal haqqında həbs qəti imkan tədbiri seçib, sonra da belə hayküylü şəkildə Milli Təhlükəsizlik Nazirliyinin izolyatorunda saxlamaq, bunların hamısı təzyiq vasitəsi deyil, əlbəttə təzyiq vasitəsidir. Bilirsiniz, birinci dəfə deyil. Bizi dinləyənlər də bilirlər ki, son illərdə mənə qarşı ümumiyyətlə bu təzyiqlər heç dayanıb ki, əvvəla Xalq Cəbhəsinin fəallarına qarşı mütəmadi davam edir bu təzyiqlər. Bütün zamanlarda elə ən çox həbslər Xalq Cəbhəsinin funksionerləri ilə bağlı olur. Az qala hal-hazırda partiyanın rəhbər heyətinin, rəyasət heyətinin yarıya qədər keçmiş siyasi məhbuslardır. İndi də bizim 8 nəfər siyasi məhbusumuz var həbsxanalarda. Şəxsən özümə qarşı da bu birinci dəfə deyil. İşdən çıxarılan, inzibati həbs alan qohumlarımı sayı lap çoxdur. Amma bundan əvvəl bir neçə il qabaq ictimaiyyət yəqin xatırlayır, əmim oğlu həbs olundu, İnqilab Kərimov bir neçə il siyasi məhbus həyatı yaşadı.
Başqa yaxın qohumlarımın hansının kiçik biznesi varsa hamısını əlindən aldılar, işləyənləri işdən çıxardılar. İndi də bu mənim yaxın qohumlarımın arasında yeganə adam idi ki, işləyirdi. Əli bəy, bəs onu soruşmaq istəyirdim. Nə yaxşı indiyə qədər o bu vəzifədə qala bilib? Hətta filial olsa belə. Bəli, bilirsiniz, mən də diqqətimi cəlb edirdi. Ona görə də mən ona bir neçə dəfə dedim ki, bu iş yaxşı qurtarmayacaq. Sən bir istisnasan. Bu rejim istisnaları sevmir. Baxmayaraq ki, o heç vaxt siyasətlə məşğul olmayıb. 20 ildir peşəkar bank işçisidir. İxtisasca hüquqşünasdır, amma bankda hüquqşünas kimi başlayıb işə pillə-pillə artaraq demək bir müddət gəlib çıxmışdı, hətta filial müdürü idi. 2005-ci ilin kampaniyasında ki, mənə qarşı kampaniya başlayanda işdən çıxartdılar. O dəfə yaxşı qurtarmışdı. İşdən çıxardılar, 2 il işsiz oldu. Sonra peşəkar olduğunu nəzərə alaraq aşağı işə dəvət elədilər. Əvvəlki işinə qaytarmadılar, amma aşağı bir vəzifəyə dəvət elədilər. Yəni bu peşəkar və siyasətdən tam uzaq olması ilə bağlı idi ki, indiyə qədər bu işləyə bilmişdi. Heç vaxt siyasətlə, xalq cəbhəsi fəaliyyəti ilə məşğul olmamış bir adamdır. Açığı bizim işlərimizdən də həmişə məsafədə olmuş bir adamdır. Ona görə indiyə qədər işləyə bilmişdi, amma mən onu xəbərdar eləyirdim. Özü də axır vaxtlar xəbərdarlıq almışdı, yeri gəlmişkən. Bir neçə ay bundan qabaq onu xəbərdar eləmişdilər ki, sənin başında böyük bir təhlükə var. O da açıq soruşmuşdu ki, məndən nə istənilir? Mən siyasətçi deyiləm, siyasi işlə məşğul deyiləm. Məndən tələb olunan nədən ibarətdir? Əli Kərimli də mənim sözümdən oturub duran adam deyil. Bax, məndən nə istəyirsiniz? Mən nə eləyə bilərəm? Yəni tələb edirsiniz ki, mən bacımdan, bacım uşaqlarımdan, qohumlarımdan imtina edeyim. Nədir məndən tələb? Mən başa düşə bilmirəm. Məni xəbərdar edirsiniz, amma bilmirəm axı məndən nə tələb edirsiniz. Mən o zaman da ona dedim ki, aralanmaq lazımdır. Çəkilcinə bank işindən. O dedi ki, mən axı başqa iş bacarmıram. 20 ildir bu işlə məşğulam. Mən dedim ki, çıx get başqa bir ölkədə yaşa. Mən bilirəm ki, mənim yaxın qohumum üçün bu ölkədə çox ciddi təhlükələr var. Həm də açıq bunun səhhətindən narahatdım. Bizim siyasi məhbuslar olub, belə görünür ki, hələ olacaq da. Amma bunun səhhətində ciddi problemlər var. Ona görə bu əlbəttə ki, ailəsi üçün də ağırdır, bizim hamımız üçün ağırdır. Və dinləyicilərə bir daha bildirim ki, söhbət Texnika Bankın deməli Yasamal filialının sədr müavini Elnur Seyidovdan gedir. Elnur Seyidov Əli Kərimlinin qohumudur, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin və barəsində artıq Əli bəy özü də dediyi kimi 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Dələduzluqda və mütəşəkkil dəstə tərkibində külli miqdarda pul mənimsənilməsində ittiham olunur. Və Əli bəy, məncə bir düzəliş eləyim. Onu hardan oxuyursunuz bilmirəm. Məlumat səhvdir. Yəni burada külli miqdarda pul mənimsənilməsi və s. hətta hökumət də bu ittihamı verməyib Elnura. Elnura verilən ittiham bundan ibarətdir ki, bəli, o deməli müəyyən bank əməliyyatları həyata keçirilən zaman konkret olaraq söhbət gedir ki, demək ev alqı-satqıları bankda rəsmiləşdirilən zaman alınan rüsum nəzərdə tutulandan artıq olub və o pulu güya bunlar toplayıb bankın rəhbərliyinə təqdim ediblər. Onu da mənimsəməyiblər. İttiham iddia edilir ki, güya kiməsə veriblər. Elnur bunu qəbul eləmir və bunu da əsassız hesab edir. Amma hətta o ittiham da ona yönəlməyib ki, bu nələrisə demək ki, mənimsəyib. Hər halda biz vəkil Elnurun vəkili Əsəbəli Mustafayevin fikrini indi mən səsləndirirdim. O belə deyib, ola bilsin ki, təhrif olunub. Yox, təhrif olunub. Ola bilər. Aha. Və mən indi burada məlumat var, onu oxuyacağam, amma bir şey deyim Əli bəy. Adətən biz niyə bayaq mən o sualı verdim, nə yaxşı bu işləyirmiş bankda, belə bir işdə. Çünki biz dəfələrlə eşidirik ki, hətta bu efirdən də müxalifət təmsilçiləri bildirir ki, onların qohumlarını, tanışlarını, hətta bəzən belə fikirdə səslənir ki, salam verdiyi adamlar da bəzən işdən çıxardılar. Ona görə deyirdim. İndi bir yaxşı fikirləşir. Varmı kimsə ondan sonraki, bəlkə sizin yadınızdan çıxıb ona da nəsə tövsiyə vermək lazımdır ki, fikirləşsin, aqibəti ver ola bilər. Yox, bizim kifayət qədər böyük ailəmiz var. Həm özümün, həm həyat yoldaşımın ailəsini nəzərdə tuturam. Demək olar ki, ancaq müəllimlər qalıb işləyən. Demək, başqa hamı artıq bütün kimlə itirə bilərsə itirib. Bilirsiniz, çox qəribə hadisələrlə rastlaşmışam mən. Məsələn, mənim əmim oğlanlarının birinin özəl sexi var idi, taxta sexi, Kutor qəsəbəsində. Demək, bilirsiniz də, bu qəsəbə tamamilə plansız, özü tikilmiş bir yerdir. Bakı şəhər icra hakimiyyəti o sexin sökülməsi haqqında sərəncam vermişdi ki, Xutorun arxitekturasını pozur. Siz Xutorda arxitektura görmüsünüz. Başqa bir əmim oğlunun demək, bu avtomobil təmiri sexi vardı. Onun da aqibəti ilə qutardı. Başqa deməli işləyən şəxslər var idi. Onların hamısını müxtəlif
nazirliklərdə çalışanlar vardı. Hamısını zamanında çıxardıblar açığı. Mən ona görə deyirəm ki, bu axırıncı idi və mən onda təklif eləmişdim ki, özün çıx. Bir adam bir dəfə işdən çıxartmışdılar. Yəni deputat idi əslində və növbəti dəfə seçilməyəndə səbləşmişdi. Biraz da danışırdı bu hökumətin əleyhinə falan. Mən dedim ki, bunu mənə nə edirsən ki, mətbuata dedi, əgər belədirsə, dedi ki, bilirsən, qohumlarım işləyir, sonra gəlib onlar məni bir təhrir eləyərlər. İndi bu qohumlar sizi heç qınamırlar ki, belə. Bilirsiniz, qınamırlar. Birincisi, onlar da Azərbaycanda yaşayırlar. Hətta siyasətlə məşğul olmayan da başa düşür ki, axı mən qeyri-qanuni hansı iş görürəm? Mən ümumiyyətlə onu başa düşməyə çətinlik çəkirəm ki, niyə bu hökumət İlham Əliyev başda olmaqla, müxalifətlə, konkret mənimlə münasibətləri düşmənçilik səviyyəsindədir. Mən konstitusyon hüquqlarımdan istifadə edib, dinc, sivil qaydada müxalifətçilik edirəm. Bəs mənlə niyə bu düşmənçilik hərəkət aparılır? Elə bil ki, bu orta əsrdir. Bu kraldır. Mən də buna qiyam qaldırmış bir cəngavər. Bu məndən belə davranır. Bilirsiniz, düşmənçilik, açıq-aşkar. Bu 21-ci əsrdir. Biz Avropa Şurasının üzvüyük. Burada bu zorakılığa yer olmamalıdır. Bu, aidiyyəti olmayan siyasətə adamların nə dəxli var axı? Niyə onları repressiya edirsən? Mənə sözüm var, mən hazır. Mən hər cür məhrumiyyəti göz önünə almış adamam. Amma heç bir təqsiri olmayan, siyasətə aidiyyəti olmayan, siyasi iddiası və marağı olmayan sadə vətəndaşları yalnız Əli Kərimli ilə qohum olduğuna görə cəzalandırmaq, bilirsiniz, nə Azərbaycanlılığa, nə müsəlmanlığa, heç insanlığa yaraşan hərəkət deyil. Bu, bilirsiniz, tamamilə çağdan geri qalmış bir zehniyyətdən xəbər verən hərəkətdir. Ona görə də hesab edirəm ki, Azərbaycan hökuməti bu səhvindən imtina eləməlidir. Öz başlarında çatlaya bilər bu çanaq. Gəlin sizə oponentlik eləyim də. Buyurun. Deyirlər, belə fikir var ki, prezident eləmir, əslində ondan aşağıdakılar, ətrafdakılar eləyir. Bəlkə xəbəri yoxdur, ola bilərmi belə bir şey? Əgər bir ölkənin prezidentinin bu qədər mətbuatın apardığı, yazdığı yazılardan, bütün dünəndən bəri, bütün Azərbaycanın kütləvi informasiya vasitələrinin hamısının bir nömrəli xəbəridir bu. Hamı bu xəbəri verir. Və üstəlik mən bilirəm ki, artıq bir sıra beynəlxalq təşkilatlar, diplomatik korpusun nümayəndələri artıq hökumətlə əlaqəyə girib izahat istəyib bu məsələ ilə bağlı. Əgər bütün bunlardan sonra da onun xəbəri yoxdursa, onda bağışlayın, mən niyə işləyir ki o vəzifədə? Deməli, Elnur Seyidov bu həbsi siyasi bir deməli siyasi iş hesab eləyir. Bunu bayaq dediyim kimi vəkili Əsəbəli Mustafayev deyib Azadlıq Radiosuna, o bildirir ki, martın 29-da Səbail rayon məhkəməsində keçirilən prosesdə Elmir Seyidov ona qarşı irəli sürülən ittihamlarda özünü təqsirli saymadığını deyib. Əli bəy, ümumiyyətlə yəni həbslər olur və həbslərlə bağlı sonra bilirsiniz, yəni biz iştirak edirik bu həbs. İstər deyək ki, hansısa belə fərdi qaydada, istər etiraz aksiyalarında və siyasi sifariş, əksəriyyətində siyasi sifariş fikri səslənir ki, bu siyasi sifarişdir. Sözsüz ki, biz də müşahidə edirik və o proseslərdə görürük. Məsələn, mən xatırlayıram 12 mart mitingdən bağlı deməli İctimai Palatan saxlanılanlar ki, kimlər ki polislər saxlamışdı, orada polislərin heç biri demirdi ki, bu adamlar şüşə sındırıb. Yəni sadəcə susmaq yox, açıqca deyirdilər ki, yox, onlar o avtobusu sındırmaqların, şüşə qırmaqların və s. görməyiblər. Sadəcə nə olub qanun pozuntusu, deyirdilər ki, qanunu pozduqlarına görə saxlamışıq, amma deyəndə ki, qanun pozuntusu nə edib qanunu pozduqlar, deyirdilər ki, istifa, azadlıq qışqırırdılar. Bunu qanun pozuntusu adlandırırdılar. Amma burada məsələ biraz fərqlidir. Bayaq da dedik ki, bu iqtisadi bank əməliyyatı və s. Bunu necə izah etməli onda? Yəni, nəyə görə mən bunu deyirəm? Yəni, burada artıq konkret rəqəmlərlə məsələni həll eləmək olur. Söz ki, indi o nə dərəcədə əsaslandırılmış olacaq, yoxsa yox. Amma bu vəziyyətdən necə çıxmalı? O birisində avtobusun şüşəsini sındırmamışdılar deyirlər, amma orada rəqəmlər qoyulacaq ortaya. Bəlkə olub, ola bilərmi belə bir şey? İstəyirəm buna cavab verəsin. Birincisi, Elnur bilirdi axı ki, o, belə deyək, çox ciddi nəzarət altındadır. O onu bilirdi. O, əvvəla xaraktercə qanun pozmağa meyilli adam deyil, onu deyim mən. Amma ikincisi, hətta təsəvvür eləyək ki, onun könlündən keçirdi qanunu pozmaq. Eləmi? Qanunsuz yolla nə isə mənimsəmək. Axı o yaxşı bilirdi ki, o ciddi nəzarətdədir. O bilirdi ki, bir dəfə siyasi mülahizələrlə işdən çıxarılıb, 2 il işsiz qalıb, məhz mənim qaynım olduğuna görə. O bilirdi ki, onu hədəliyirlər ki, bax, sənin üçün hansısa bir
iş quraşdırılır. O bilirdi bunu. Ona görə də o heç bir qanunsuz addım atmırdı. Heç bir qanunsuz addım atmırdı. Onun heç bir qanunsuz addım da üzə çıxmayacaq. Mən bəri başdan arxayınam ki, istintaqın gedişində də heç bir qanunsuz addım üzə çıxmayacaq. Və nəhayət bir tərəfinə də gəlin baxalım. Bilirsiniz, bu adam bankda texnokrat, sahibkar yox, rəhbər yox, peşəkardır. Hətta təsəvvür eləsək ki, tutaq ki, Elnur bu ittihamı qəbul eləməyib və mən də ona inanıram. İstintaqda da yəqin bu sübut olunacaq. Amma laf təsəvvür eləyək ki, bu istintaqın ittiham elədiyi kimi hansısa o rüsumlar nəzərdə tutulan qədər yox, hərəsində 30 manat, 50 manat artıq toplanıb və hansısa bir yuxarı rəhbərliyə göndərilib. Yaxşı, bu ölkə bütövlükdə bu piramidanın üzərində qurulmuyub. Məktəbin müəllimlərini məcbur edirlər, hərəsi 3-5 manat toplayıb direktora oradan maarifə versin. Həkimləri məcbur edirlər, xəstəxananın baş həkiminə toplayıb pulları versin, özlərinə yuxarıya ötürsünlər. Kimi məcbur edib bu üsulu işlətmirlər? Axı, necə ola bilər ki, buna bir üz lazımdır ki, dünyada korrupsiya çempionu olasan, indi hal-hazırda sərvəti, aktivləri 1,4 milyard qiymətləndirilən Kapital Bankı 1-2 il bundan qabaq ailən 3-4 milyona su qiymətinə özəlləşdirə və sən gəlib haradasa bu piramidanın vintikləri ilə mübarizə aparasan ki, bunlar burada qanunu pozurlar. Bu piramidanın vintiklərinə gəlin onda xəstəxanalardakı bütün bu tibb bacılarını, demək məktəblərdəki müəllimləri, bütün başqa idarələrdə, poçt idarəsində, başqa idarəsində olan həmin bu xırda vintiklərin hamısı onda həbs olunsun ki, çünki bunlardan hansısa yuxarı rəhbərliklər nəsə tələb eləyir. Bilirsiniz, bu nə absurddur. Hərçənd ki, bunun özü də yoxdur ortada, bilirsiniz. Hətta bu da yoxdur, amma mən qəsdən, məsələn, özüm belə qoyuram ki, laf tutaq ki, var. Bu halda nə deməkdir bu? Nə deməkdir bu? Bu 100 minlərlə məmurun arasından sən gəlirsən ancaq Əli Kərimlinin qaynını tapırsan ki, sən burada korrupsiya vintinin işləmirsən burada. Bu korrupsiya mexanizmində sən də iştirak eləmirsən. Bu korrupsiya mexanizmini quran sənsən. Bu vintlərindən biri də 100 minlərlə adam. Niyə elə eləyirlər sizcə? Mənə təzyiqdir bu. Siz görmürsünüz mənə münasibəti. Mən başqa ikinci adam var 7 ildə pasportu olmasın. Mən hansı bir mülkiyyətçiyə yaxınlaşıram ki, hansı mülkiyyətçi ilə gedib razılıq əldə edirəm ki, onun obyektini mən icarəyə götürüm, partiya üçün. Xalq Cəbhəsi partiyasının ofisini alıblar, qanunsuz. 500 nəfər polis göndərmişlər o ofisdən bizi çıxarmağa. İndi mən hansı bir mülkiyyətçi ilə razılıq əldə edirəm, onunla müqavilə bağlayım, icarəyə götürüm yerini. 2 gündən sonra ya Milli Təhlükəsizlik Nazirliyinin, ya polisin əməkdaşları çağırıb elə hədəliyirlər ki adamı. Xahiş edir ki, bir də bizim tərəfə baxma, mən sizə yer verə bilmərəm. Ümumiyyətlə razılaşan olur heç? Razılaşan olur belə anlaşmada ofis? Razılaşanlar da olub, baş ağrıyanlar da olub, hələlik müəyyən səbəblərə görə bu barədə danışmıram. Ümumiyyətlə açığı istəmirəm. Sadəcə deyim görüm ilkin olaraq heç olmasa razılaşan. Çox. İlkin olaraq razılaşanlar çox olub. Amma onların arasında hətta israr göstərib ciddi baş ağrıyanlar da var. Mən həmin adamların razılığı əsasında bir dəfə yəqin bu barədə açıqlama verəcəm. Ümumiyyətlə mən açıq deyim ki, İlqar bəy, bu barədə biz hər gün danışmırıq. Onu da izah eləmək istəyirəm ki, niyə hər gün danışmırıq. Mənim özümə, yaxınlarıma təzyiqlər ictimaiyyətin bildiyindən xeyli çoxdur. Mən bu barədə, bütün məlumatlar barədə danışmıram. Hansılar barədə susmaq mümkündürsə danışmıram. Belə hallar həddindən artıq çoxdur. Amma təsiri nə dərəcədə olur? Deyək ki, ümumiyyətlə hər halda düşündürür adamı ki... Əlbəttə ki, bilirsiniz, məsələn, konkret belə qohumların həbsi, əlbəttə ki, bu ciddi bir ailədə diskomfortdur. Bunun 3 az yaşlı uşağı var. Ailə üzvləri, hamısı bunun əlbəttə ki, belə deyək, əzabını çəkir. Əzabını sadəcə çəkmir, həm də həyatından narahat olur. Yeri gəlmişkən, mən buradan bir daha demək istəyirəm ki, Elnurun kifayət qədər ağır xəstəliklə müalicə olunur, onun həyatına ciddi təhlükə var və mən müvafiq sənədləri vəkillər vasitəsilə istintaqa da çatdırmışam, onlar bilirlər, bunları dəqiqləşdirə bilərlər. Bütün o, demək, həkim rəyinin arxasındakı laborator analizlərin hamısı var, onlar da təqdim oluna bilər. Bunu ona görə deyirəm ki, qoy bilsinlər ki, Elnurun həyatına olacaq hər hansı bir təhlükəyə görə məsuliyyət daşıyırlar. O hər zaman elə bir xəstəlikdən əziyyət çəkir ki, hər zaman şikəst ola bilər və həyatına təhlükə ola bilər. Stres xüsusilə, demək, onun xəstəliyini çox ciddi şəkildə gərginləşdirə bilər. Ona görə də hökuməti xəbərdar edirəm. Bu barədə ciddi fikirləşsinlər.
Deməli, Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev həbslərlə bağlı məlumatsız olduğunu deyir. İctimai Əlaqələr Mərkəzində bu barədə deyir ki, məlumat yoxdur Elnurun həbsi ilə bağlı. Hər halda mətbuatda kifayət qədər məlumatlar var bu barədə, sizin də bayaq dediyiniz kimi. Və müraciət var, dinləyici Cavanşir yazır. Hörmətli Əli bəy, sizcə müxalifət niyə zəifdir? Yəni 2003-cü ildən bəri baxsaq, seçki olmayanda bilirsiniz ki, deməli seçki zamanı dağılışmısınız. Biraz yaxşı görünmədi. Aha, buyurun, müxalifət niyə zəifdir? Hörmətli Cavanşir bəy, bəs nədən danışırıq? Bəs bunların hamısını siz bilən müxalifətin... Seçki zamanı birləşirsiniz və dağılışırsınız, belə deməyiniz. Bu biraz artıq köhnəlmiş sualdır, çünki şükürlər olsun ki, indi birləşmişik və dağılışmamışıq, nə də seçki zamanı deyil. Artıq bu argument köhnəlib. İndi müxalifətin əksər hissəsi ictimai palatadadır, bir yerdəyik və seçki yaxın olmasa da hökumətə çox ciddi bir təhdid yarada bilirik və bizdən narahatdırlar ki, bizə qarşı bu repressiyalar edirlər də. Əgər biz çox zəif olsaq, inanın ki, nə bizim özümüzlə, nə də ki, bizim qohumlarımızla belə işlər olmaz. Əksinə, bu oxucu, dinləyici bu barədə düşünməlidir ki, hələ də müxalifəti hakimiyyət özü üçün təhlükə gördüyünə görə bu şəkildə qeyri-sivil üsullardan da istifadə edir müxalifətə qarşı. Dinləyici yazır ki, Əli bəy biraz da dözün, çünki təkcə cəmiyyət deyil, Allah da üz döndərib daha bu rejimdən. Dinləyicinin fikri idi və İnşallah. Əli bəy, deməli, miting barədə qərar verildi, yer istənildi. Biz söhbətimizin axırında sözsüz ki, Elnurla bağlı yenə əlavə məlumat olasa biz onu qaydacağıq. Qərar verildi, 2 yer istənildi və Təbriz Kinoteatrının qarşısı, bir də Nərimanov Parkının yanı. Və bildirildi ki, əlavə əgər başqa təklif olsa Bakı şəhər icra hakimiyyətindən o da müzakirə olunacaq. Şüarlar bəllidir. Yəni orada əmanətlərdən tutmuş, demokratiya falan. Ümumiyyətlə yer məsələsi, bax niyə məhz o yerlər üzərində dayanıldı? Biz əslində o yeri də kompromis olaraq təklif eləmişik. Biri bizim istədiyimiz yerdir, bu Nərimanov Kinoteatrının qarşısı bizim bəyəndiyimiz yerlərdən biridir. Şəhərin bir mənalı mərkəzi olmasa da, amma yaxşı bir yerdir miting üçün. Biri isə vaxtı ilə hökumətin mitinglərin keçirilməsi üçün özünün ayırdığı bir yerdir. Yəni vaxtı ilə hökumət yerləri ayırmışdı. O yerlərin arasında biz demək gördük ki, həmin Təbriz Kinoteatrının qarşısındakı meydanda var idi. Və biz o yeri təklif edirik. Bu da bizim kompromisimizdir. Amma bizim kompromisimiz bununla da bitmir. Biz hələ demişik ki, başqa bir yerləri də biz bəri başdan rədd eləmirik. Hökumətin istənilən təklifini ciddi müzakirə edəcəyik. Bilirsiniz, niyə belə kompromisə meyilli bir mövqe tutmuşuq? Bu bizim sərbəst toplaşmaq azadlığımızın məhdudlaşması ilə barışmaq deyil. Biz hüququmuzu yaxşı bilirik. Biz bilirik ki, ümumiyyətlə Bakı şəhər icra hakimiyyətinin ixtiyarı yoxdur bizə desin ki, hara get, hara getmə. Konkret qanunda qadağan olunmuş 1-2 yer var. O yerdən başqa şəhərin istənilən yerində biz mitingimizi, nümayişimizi keçirə bilməliyik. Amma hökumət qanunu pozur. Biz də reallığı nəzərə alaraq və daha çox sayda insanın kütləvi aksiyalarda iştirak edə bilməsi üçün razılaşdırılmış aksiya keçirmək istəyirik. Razılaşdırılmış aksiya keçirməkdə maraqlıyıq. Ona görə də biz istənilən təklifi də müzakirə edəcəyik. Əslində bildiyim qədər bütün rayonlarda konkret yerlər olmalıdır. Ümumi götürəndə, yəni ki, hansı ki, bu cür aksiyalar üçün nəzərdə tutulmalıdır. O istəmək məsələsi artıq baxır aksiyanı keçirmək istəyənin özünün, yəni sərbəst toplaşma azadlığı baxımından mən deyirəm, amma bildiyim qədər təklif ediləndə işte bütün rayonlarda yerlər təklif edilir ki, içindən seçim olsun. Və mitingin özü sizcə nə dərəcədə, demirəm uğurlu-uğursuz, ümumiyyətlə hazırlıq gedir ki, istənilən kimi olsun? Hazırlıq gedir və açığı bizim əsas indi qayğımız ondan ibarətdir ki, biz ona nail olmalıyıq ki, bu başlanan razılaşdırılmış aksiyalar yalnız müxalifət funksionerlərinin iştirak eləyəcəyi tədbir olmasın. Bilirsiniz, ölkədə həddindən artıq çox saylı problemlər var. Hər gün kütləvi informasiya vasitələri bir təbəqənin problemlərindən bəhs edir. Bir müddət evləri sökülənlər fəal olurlar, onlar ayrılıqda bir nəticə əldə edə bilmirlər. Sonra gündəmə gəlir regionlardakı narazılıqlar,
sonra gündəmə gəlir nəqliyyat işçilərinin narazılığı, taksi sürücüləri, ümumiyyətlə Nəqliyyat Nazirliyinin o qoçularından, qoluzorlularından şikayətlər. Bu yaxınlarda da gördünüz ki, sürücülərlə necə rəftar eləmişdilər. Bu narazılıqlar mütəmadi davam edir. Yol narazılığı, qaz, işıq, işsizlik, təhsil narazılığı, sosial xidmətlərdən narazılıq və s. Hamı çalışır ki, ayrı-ayrılıqda öz problemini həll eləsin. İndi bizim əsas istəyimiz odur ki, həmin bu vətəndaşlarımızın hamısına izah edə bilək ki, hər biriniz ayrı-ayrılıqda öz probleminizi həll eləyə bilməzsiniz. Çünki bu problemlərin hamısı ona gəlib axırda söykənəcək ki, bu ölkədə vətəndaşla hesablaşmayan, vətəndaş tərəfindən seçilməyən bir hakimiyyət var və o sizi nəzərə almır sadəcə olaraq. Deməli, sistemi dəyişmək lazımdır. Xalq tərəfindən seçilmiş hökumətə keçmək lazımdır. Onun üçün hamı bir araya gəlməlidir. Məsələn, bu yaxınlarda indi biz müzakirə edik əmanətlərin güya qaytarılması ilə bağlı prezident fərmanını. Niyə güya deyirəm? Bilirsiniz, bütün qoyulmuş əmanətlərin, Sovet dövründə qoyulmuş əmanətlərin 5-7%-nin geri qaytarılmağından söhbət gedir. Dövlət də bu qədər etibarsız olar, dövlət də bu qədər soyğunçu olar, dövlət də bu qədər öz vətəndaşına acımasız olar. Hər şeyə pul var bu ölkədə. Bir yolu bir ildə 3 dəfə söküb təzədən tikirlər. Yolların qırağına o bahalı bardürlər, 1 metrəsi öyrənmişəm, 500 manatdan rəsmləşdirirlər o bardürləri, mərmərlər düzürlər, var pul. Hər əkdikləri ağacın dibinə işıq çəkməyə pul var. Ancaq Bakı Şəhər İcra Hakimiyyətinin yarım illik elektrik pul ödəməsi yarım milyard dollardır. 400 milyon manat təqribən. Bunun hamısına pul var. Yeraltı keçidlərə mərmər döşəməyə pul var. Hər qəsəbədə, kənddə Heydər Əliyev üçün abidə qoymağa, muzey yaratmağa pul var. Amma vətəndaşın evi söküləndə pul yoxdur. Hökumət başlayır, xəsisliyi tutur, simicli eləyir. Vətəndaşın əmanətini qaytarmaq lazım olanda 50 milyondan, fırıllaqdan çıxır ki, onun 5-7%-ni qaytarsın. Niyə görədir? Çünki vətəndaş axırıncı sırada sayılır bu ölkədə. İndi bizim məqsədimiz 8 aprel ərəfəsi bizim bütün vətəndaşlarımıza bu mesajı çatdırmaqdır ki, hər biriniz ayrı-ayrılıqda öz problemlərinizlə məşğul olmayın, hamınız bir yerdə, bütün başqa sivil xalqlarda olduğu kimi biz də toparlanaq, ölkəmizdə ciddi dəyişiklik eləyək. Bu dəyişiklik yeri gəlmişkən bəzən adamları aldadırlar. Kimlərinsə hakimiyyətə gəlməsi naminə olmayacaq. Məxsusi olaraq kimlərinsə prezident ya başqa vəzifələrdə olması üçün deyil, sizin özünüzün hakimiyyətə əl qoymağınızdan ötürü olacaq bu dəyişikliklər. Qoy xalq hakim olsun, kim istəsə seçsin, kim istəsə seçməsin. Bu sistemi nəhayət biz bərqərar eləməliyik. Bilirsiniz İlqar bəy, bu barədə bir dənə də cümlə deyim. Azərbaycan xalqı biz o insanların varisləriyik ki, onlar bütün bu yaxın şərqdə, müsəlman aləmində, demokratik cümhuriyyət quranda dünyada yalnızca 25 xalq demokratik dövlət qura bilmişdi. İndi üstündən 94 il keçib. İndi əksinə 150-dən artıq ölkədə demokratiya az-çox bərqərar olub, 20-30 avtoritar rejim qalıb, Azərbaycan da onun sırasında biri. Ən hüquqsuz xalqlardan biri. Bu bizim bir milli təəssüb məsələmizə çevrilməlidir. Necə biz özümüzə rava görürük ki, sağımız, solumuz, hər tərəf demokratiyaya qovuşur. Bütün xalqlar özünü hesablaşmağa hökumətlərini məcbur eləyir. Amma biz hələ də hüquqsuzuq. Hələ də bizimlə hesablaşmırlar. Ona görə də 8 aprelə biz belə bir fürsət kimi baxırıq ki, razılaşdırılmış miting keçirdək. Bütün insanlar hər yerdən toplanıb gəlsinlər. Meydan hara olmağından asılı olmayaraq. Hamı öz etirazını eləsin və biz bu ölkədə dəyişikliklərə böyük bir təkan verək. Mən indi düzü siz danışanda sual vermək istədim. Sonra gözlədim və ağlıma başqa bir sual gəldi ki, bax bu sözsüz ki, sizin bu çıxışınız o qədər də deyək ki, başqa hansısa bir informasiya vasitələrində mətbuatı nəzərə almasaq çox imkanlar yoxdur. Yəni bu şey deyib deməyə. Və vaxt da deyək ki, yoxdur, azdır, hər halda bir həftə falan. Bax o adamlara başa salmağı hansı yolla planlaşdırırsınız? Yəni o effekti almaq üçün hər halda təbliğat aparılmalıdır. Tamamilə doğrudur. Bilirsiniz, bizim əlbəttə ki, informasiya imkanlarımız məhduddur. O da bizim öz istəyimizə görə məhdud deyil, yaxud da bacarmadığımıza görə məhdud deyil. Hökumət bu şəraiti yaradıb ki, televiziyalar tamamilə qapadılıb real müxalifətin üzünə. Radiolar sizin radio istisna olmaqla həmin qaydadadır. Sizin radionda FM imkanları yoxdur. Yalnız internet və 2 qəzetin imkanlarından biz mətbuat kimi istifadə edə bilirik. Ona görə də biz maksimum indi internetin imkanlarından daha artıq istifadə eləmək haqqında düşünürük və bir də canlı ünsiyyətdən. Bizim indi bu günlərdə partiyamızın, o cümlədən İctimai Palatanın, rayon təşkilatlarının çox
operativ, dinamik toplantıları keçirilir. Məsələn, aprel ayının 1-də İctimai Palatanın 6 rayonda rayon təşkilatlarının böyük konferansları keçiriləcək. O cümlədən 31 martda da var, sonraki tarixlərdə də var. Yəni, yüzlərlə, minlərlə insan birbaşa bu təbliğat işinə cəlb olunur. O cümlədən mitingə çağırışla bağlı vərəqələr paylanacaq, şüarlar yazılacaq müxtəlif yerlərdə və beləliklə biz mümkün olan vasitələrlə öz şüarlarımızı, məqsədlərimizi insanlara çatdıracağıq. Əlbəttə ki, milyonlara çatdıra bilməyəcəyik. Amma 100 minlərə çatdırmağa düşünürük. 100 minlərə biz bu şüarlarımızı, məlumatlarımızı çatdırsaq, o zaman heç olmasa başlanğıc üçün nəzərdə tutduğumuz qədər insanı meydana toplaya bilərik. Sonra meydana topladığımız insanların hər biri də özü təbliğatçıya çevrilə bilər. Meydanda işıqlar sönməz sizcə? Mikrofon baxımından. Yəqin ki, sönəcək. Ona görə də əlavə demək, mühərrik götürəcəyik özümüzlə. Həmişə müxalifətin mitinglərində bu problem olur. Bizim ona təcrübəmiz var. Ona görə də həmişə bizim ehtiyat mühərrikimiz və mikrofonumuz var. Dinləyicinin biri soruşurdu ki, Əli bəy, Rauf Həbibova vəzifə verilib deyəsən, Quba rayon icra başçısı, keçmiş icra başçısını nəzərdə tutur. Məlumatınız yoxdur ki, bu barədə Rəsul Qubalı yazır. Bilirsiniz, konkret bu barədə məlumatım yoxdur. Mən də belə bir sərlövhə oxudum qəzetlərdə. Düzü, axıra qədər də materialı oxumadım. Bilirsiniz niyə görə? Bu Rauf Həbibova vəzifə verilməsi də qeyri-adi deyil axı bu ölkədə. Axı bu Rauf Həbibov kimlərin hamısı hökumətdədir. Bir dənə Rauf Həbibovun getməyi ilə bu ölkənin problemləri düzəlmir ki. Ölkənin əksər yerlərində rayonlara rəhbərlik edənlər elə Rauf Həbibov kimi düşünən və danışan insanlardır. Və dinləyicinin biri soruşur ki, Əli bəy, bu rejimi kim yaradıb? Bu rejimi əlbəttə ki, Heydər Əliyev yaradıb. Yaradıb, sonra da oğluna mülk kimi, əmlak kimi miras qoyub o dünyaya gedib. Ölkədə siyasi partiyalara, o cümlədən Əli bəyə qarşı aparılan repressiyalar hakimiyyətin xalqa ədalətsiz münasibətindən irəli gəlir. Bəs görəsən, dövlətin milli təhlükəsizlik orqanları ancaq partiya sədrlərini şərləməyə baxır, yəni yalnız bu işlə məşğul olur. Dinləyici soruşur, qanunsuzluğa, insanları təxribata cəlb etmək hallarına qarşı xalqın müşahidəçilik mövqeyinə nə vaxta qədər davam edəcək? Bax, o zaman deməli, o zamana qədər ki, belə böhtanlar atılacaq, Elçin Həsənov yazır. Yəni, o zamana qədər belə böhtanlar olacaq, nə zaman ki, xalq buna müşahidəçi qalacaq. Tamamilə doğrudur dinləyicimizin şərhi. Mən də o fikirdəyəm ki, əlbəttə ki, bu siyasətə kütləvi etirazlar olmalıdır. Amma mən hiss edirəm ki, o böyük kütləvi etirazlar yetişir. Əslində bilirsiniz, indi mənə qarşı bu təzyiqlərin artması da onu göstərir ki, bunlar çox da rahat hiss eləmirlər özlərini. Özlərini rahat hiss eləsələr, niyə əlavə bir skandal yaradırlar? Axı bilirlər ki, hər necə olsa 2 ay ərzində bura dünyanın diqqəti çox olacaq, bu Eurovizyonla bağlı xüsusilə diqqət çoxdur. Onsuz da gündə bunlardan danışırlar. İndi təbii ki, müxalifət liderinin yaxın qohumlarına qarşı repressiyalarda dünyanın diqqətini cəlb eləyəcək. Niyə bu skandala getsinlər? Çünki narahatdırlar. Bilmirlər, başlarını itiriblər, düzdür, onsuz da bu onlara kömək eləməyəcək. Yəni, mənim fəaliyyətimə hər hansı belə hərəkətlər təsir göstərə bilməz, korrekt edə bilməz. Amma bu, onların narahat olduğunu göstərir. Amma bir düzəliş eləmək istəyirəm ki, bu dinləyicinin yazdıqlarına o milli təhlükəsizliyi ilə məşğul olmalı olanlar ancaq partiya sədrləri ilə məşğul olmurlar. Onlar jurnalistləri də diqqətdə saxlayırlar. Onlara da qayğısı hiss olunur artıq. Nə mənada? Öyle o mənada ki, bu təxribatlar bilirsiniz, həm müxalifət liderlərinə qarşı yönəlib, həm də jurnalistlərə qarşı yönəlib. Elə bu günlərdə sizin radionun aparıcısı, Azərbaycanın ən cəsarətli və peşəkar araşdırmaçı jurnalistlərindən biri, bəlkə də birincisi Xədicə xanıma qarşı aparılan bu ləyaqətsiz kampaniya nə idi bəs? Kim eləmişdi onu? Güya ki, riyakarcasına hansısa dövlət rəsmiləri çıxıb bir-iki bəyanat verəcəklər, Azərbaycan ictimaiyyətdə inanacaq ki, bunların xəbəri yoxdur, başqa izah axtaracaqlar bu işdə. Əlbəttə ki, hər kəs bilir ki, birbaşa hakimiyyətin göstərişi ilə bu çirkin kampaniya aparıldı, düzdür, bumerang effekti verdi, hakimiyyət özü ziyandan çıxdı bu kampaniyadan.
Və yeri gəlmişəm, mən inanıram ki, mənim qohumumun həbs olunması da əks reaksiya verəcək. Peşman çıxacaqlar bu işdən. Belə ağılsız addımları atmaq hökuməti yaxşı bir yerə aparmır. Bilirsiniz, barışmaq lazımdır. Dünya dəyişib. Artıq ata, oğul, nəvə hakimiyyəti dövrü ötüb, orta əsr deyil. Neyməyək ki, siz biraz geç gəlmişsiniz bu dünyaya. Görünür, bunların əslində gəlməlidirlər dünyaya orta əsrlərdə. İndi o vaxt keçib artıq. Dünya dəyişir. Azərbaycan olsa dəyişəcək. Zorla tarixin təkərini saxlamaq olmaz. Bəlkə 1-2 il sallanıb bu təkərləri saxlaya bilərsiniz. Amma daha artıq yox. Ona görə də daha artıq qanunsuz əməllərə getmək lazım deyil. Dayanmaq lazımdır. Nə qədər bu qanunsuzluq əməlləri davam eləməlidir ki, Azərbaycan xalqının təhrik edirlər daha kütləvi çıxışlara. Baxın, mən deyirəm ki sizə, əgər bu kurs davam eləsə, əgər Azərbaycan müxalifətinin, dünya birliyinin təklif elədiyi ardıcıl islahat başlamasa, addım-addım da olsa bu ölkə dəyişməsə, günün birində bu ölkənin bütövlükdə Quba kimi ayağa qalxacağını gözləmək lazımdır. Və buna qətiyyən təəccüblənməməlidir Azərbaycan hökuməti. Amma Quba cəmaatını indi təəccübləndirən odur ki, onları bu hərəkətə təhrik edən ifadələri, fikirləri işlətmiş icra başçısına qarşı yox, məhz o hadisənin nəticəsi olan, o hərəkətin nəticəsi olan hadisənin iştirakçısı olan adamlara qarşı cinayət işi açılır. Tamamilə düzgün və yerində qeyd elədiniz. Mən bu fürsətdən istifadə edib demək istəyirəm ki, mən Daxili İşlər Nazirliyi ilə prokurorluğun bircə açıqlamasını oxudum Quba hadisələri ilə bağlı. Nə qədər yersiz və qeyri-peşəkar bir açıqlama. Öz aləmlərində çox böyük bir araşdırma iş aparıblar. Sanki bir ağır bir cinayətin üstünü açıblar. Filan internet klubun işçisi hansı videonu necə hazırlayıb, kimin adından YouTube-a necə yerləşdiriblər. Yaxşı eləyib, nə deməkdir bu? İnsanlar informasiya yayıblar. Sən ağzının danışığını bilməyən icra başçısını məsuliyyətə cəlb eləmək əvəzinə kim o videonu hazırlayıb, video hazırlamaq da, informasiya yaymaq da cinayət olub indi, kütləvi ixtişaş yaratmaq olub indi, tamamilə absurd bir istiqamətdə gedir bu istintaq və bunu da başa düşmək lazım, bilirsiniz. Çünki bugün hakimiyyətdə olanlar qəlbən, ruhən, təfəkkürcə Rauf Həbibovla həmrəydilər, ona qarşı çıxan xalqla yox. O xalqı özlərinə təhlükə görürlər. Başa düşürlər. Mənim buradan dediyim onlar da başa düşürlər ki, günün birində Azərbaycan xalqının içində Quba əlahiddə deyil ki, tamamilə fərqli deyil ki, Quba cəmaatı da Azərbaycan xalqının bir parçasıdır. Necə Qubalılar şərəfi, ləyaqəti üstün bilirlər. Necə Qubalılar onlara olan bu təhqiramiz münasibəti yemədilər, kütləvi şəkildə etiraz edədilər. Azərbaycan xalqı da yığılır. Bir gün boğaza yığılanda bütün Azərbaycan xalqı bunu eləyəcək. Bunu da hökumət başa düşdüyünə görə çalışır xof yaratmağa. Mən buradan bildirmək istəyirəm ki, biz Qubada həbs olunan insanlara dəstək verəcəyik. 8 apreldə bizim mitingimizin şüarlarından biri də siyasi məhbusların azad olunması ilə bağlıdır və biz hesab edirik ki, Qubadakı həbslərdə qanunsuzluq, xüsusilə də jurnalistlərin həbsi ilə bağlı məsələ tamamilə qanunsuzdur. Ona görə də bu məsələ bizim diqqətimizdə olacaq. Və Əli bəy, o maraqlı bir situasiya var idi. Əslində biz bu Quba hadisələrinin gündəmdən düşməməyinin səbəbkarı biz deyilik. Mən o mənada deyirəm ki, biz efirdə buna tez-tez toxunuruq hər verilişdə. Çünki hər vaxt, hər gün təxminən bu hadisələrlə bağlı bir açıqlama olur. Yəni yenə ona qayıtmaq, yenə onu xatırlatmağa səbəb olan hadisələr olur. Quba hadisələrində mən o gün də efirdə bunu dedim. Yenə təkrar edib istəyirəm sizin ona münasibətinizi öyrənim. Ona görə polislər etiraz edən vətəndaşlara hansılar ki, əvvəl icra hakimiyyətinin qarşısında, sonra icra hakimiyyəti başçısının evini yandıran vaxt yığışmışdılar. Oradan onlar polis idarəsinin qarşısına, polis şöbəsinin qabağına gedəndə polislər onlara xəbərdarlıq elədi ki, bura nə icra hakimiyyətinin qarşısı deyil, nə də icra başçısının evi deyil. Bura polis idarəsinin qarşısıdır. Artıq hərəkət etsəniz sizi həbs eləyəcək. Maraqlı gəlirdi. Mən hər halda icra başçısı dövlətin təmsilçisidir və orada deməli rayona rəhbərlik edən bir adamdır. Necə olur? Onun idarəsinin qarşısında nə istəsə nə eləmək olar, polisin yox. Xeyr, İlqar bəy, mən buna məsələyə belə yanaşmıram. Bilirsiniz, birincisi orada da nə istəyirsən elə prinsipi yox idi. Əvvəlcə zor tətbiq olunmuşdu cəmaata. Göz yaşardıcı qaz, bütün dubinka, hər şey tətbiq olunmuşdu. Bilirsiniz ki, xalqın çox olduğunu görüb, mərkəzdən göstəriş verildi ki, artıq xalqa zor tətbiq olunmasın. Bu, polisin öz başına qərarı deyildi. Amma polis idarəsinin qarşısı sizin üçün icra hakimiyyəti və s. deyimini mən şəxsən başa düşürəm. Bilirsiniz necə? Çünki orada silah cəbbəxanası var.
və məhbuslar var. Orada əlbəttə ki, oranı polis qorumalıdır. Necə olur olsun onu qorumalıdır. Bu biraz fərqli situasiyadır. Və xüsusilə silah cəbbəxanasının əlbəttə ki, narazı da olsa, istənilən adamların əlinə düşməsinə yol vermək olmaz. Buna görə fərqli yanaşma ola bilər. Həm də ola bilsin ki, mərkəzdən verilən təlimat da belə olub ki, adamların emosiyalarının sakitləşməsi üçün bir müddət sərbəstlik verilsin, amma bir həddə qədər. Daha polis idarəsində də gəlib orada hansısa bir işlər görmək o təlimatda olmayıb yəqin ki. Onlar sadəcə belə əsaslandırırdılar ki, bura icra hakimiyyətinin yox, bizim evimiz sayılır və burada artıq hərəkət eləmək olmaz. Yəni, bunu bilirsiniz, hansısa indi serjant deyə bilər, hansısa. İndi bir adamın bu fikridir, Bilirsiniz, mən buna niyə etiraz edirəm? Burada sizcə o işə dəstək verməyin ki, kimlərsə şərait yaradıblar bu işin olması üçün. Yox, dəstəkdən getmir. Yanaşma tərzini mənim üçün maraqlı idi ki, hardan gəlir bu yanaşma? Mən deyirəm, bir daha onu çalışıb bu dəfə qısa ifadə edeyim. Deməli, xalq ayağa qalxıb icra hakimiyyətinə qarşı, icra başçısına qarşı həmin o ayaqlanmanı eləyəndə birinci zora əl atdılar. Heç kimin başını sığallamadılar. Zor tətbiq olundu, əməllicə zor tətbiq olundu. Bəli. Amma sonra mərkəzləşmiş qaydada bu prosesin rayonlara sıçrayacağından qorxaraq və yer gəlmişkən düzgün hesablayaraq dayan komandası verildi hüquq mühafizə orqanlarına. Zor dayandırıldı. Və bu mərkəzin qərarı idi bu. Bu birbaşa ölkə başçısı səviyyəsində qəbul olunmuş qərar idi. Bu hansısa mayorun, polkovnikin qəbul etdiyi qərar deyildi. Və onlara dur işarəsi veriləndən sonra bu hadisə baş verdi. Amma görünür ki, o təlimatda daha rayon polis idarəsini də etiraz edən insanlara təslim eləmək bu təlimatda yox imiş. Əli bəy, zəhmət olmasa mitingin vaxtını dəqiq deyəsiniz. Quballar da deməli orada iştirak etsin, Tofiq yazır. Sağ olsunlar Quballar. İndi Quballar bütün Azərbaycanı ruhlandırmaqla məşğuldurlar. Deməli 8 apreldə miting keçiriləcək. Saat 4-dən 6-ya qədər nəzərdə tutulub. Yeri bu gün üçün tam bəlli deyil. Çünki biz təklif elədiyimiz yerlərdən başqa digər yerləri də müzakirə eləməyə hazır olduğumuzu bildirmişik. 3 gün qalmış. 3 iş günü qalmış. Yeri gəlmişəm, bunu xüsusi vurğulamaq istəyirəm. Miting deməli 8-nə təyin olunub. 7-si iş günü deyil, ondan qabaq 3 gün ərzində ayın 3-ündə bizə cavab verilməlidir. Bax, hər dəfə bu qanunu pozurlar. 3-ündə, ən uzağı bir gündə güzəştə gedir, ayın 4-ündə bizə deməlidirlər mitinglə bağlı son qərarı ki, biz cəmiyyətə çatdıraq. Və dinləyici yazır, salam, Eurovision ərəfəsində Azərbaycan deməli barəsində əsl həqiqətlərin geniş Avropa vətəndaşlarına agah olması əndişəsi duyulur deyəsən, bu cür təzyiqlər digər siyasi müxaliflərə qarşı da yəqin ki, tətbiq ediləcək, kəndçi yazır Qubadan. Bilirsiniz, bunlar hər zaman situasiyanı təhlil eləyib ən səhv qərarı verirlər. Yaxşı, bu Eurovizyon ərəfəsi bu ölkəyə diqqətin artmağından narahatsız və işıq salınır Azərbaycana. Nə baş verir? Azərbaycana diqqət artır, Azərbaycan haqqında çox yazırlar və buradakı eybəcərliklər çıxır ortalığa, dünya xəbər tutur. Bu eybəcərliklər aradan qaldır, dünyanın yazmağa bir şey olmasın. Baxın, nədən yazırlar? Siyasi məhbuslardan azad eləmək lazımdır. Bəsdir adamların əzabından ləzzət almaq. Bu nə keyfiyyətdir? Bu insana yaraşan keyfiyyətdir ümumiyyətlə. İnsanlara əzab verməkdən ləzzət almaq, məmnun olmaq, bu nə keyfiyyətdir ümumiyyətlə? Bunu birinci addım atmaq lazım. İkincisi, sərbəst toplaşma azadlığı. Yaxşı, bütün Avropa məkanında son illərə qədər 3 dövlət idi, sərbəst toplaşma azadlığı olmayan. Azərbaycan, Ermənistan, Rusiya. İndi artıq Rusiyada da bu hüquq var, Ermənistanda da var bu hüquq. Nə qədər danışaq ki, bu düşmən dövlətdir, geridə qalmışdır, xunta nəzarətindədir və s. Orada ermənilərin bu imkanı var, rusların bu imkanı var. Azərbaycan tək qalıb. Bütün Avropa məkanındakı hardakı toplaşmaq olmaz. Açmaq lazımdır meydanları insanlara, dinc mitinglər üçün. Bu da ikinci məsələdir. Üçüncüsü, korrupsiyadan yazırlar. Başa düşürəm ki, korrupsiya ilə siz həqiqi mübarizə apara bilməzsiniz. Çünki korrupsiyanın üzərində oturub bu hökumət ümumiyyətlə və korrupsiyanın ən böyüyündən özləri məşğuldur. Amma heç olmasa moratorium qoya bilərlər də. Axı bir dəfə bir aylıq moratorium qoymuşdular korrupsiya
diyeta saxlayırdılar. Korrupsiyadan diyeta elan eləmişdilər. İndi yenidən 1-2 aylıq Eurovizyona qədər heç olmasa moratorium qoyun, göstəriş verin ki, 1-2 aylıq korrupsiyanı dayandırdıq. Yəni tədbir bu istiqamətdə olmalıdır ki, burada eybəcərlikləri aradan qaldırın ki, kənardan görünməsin. Amma bunlar nə edirlər? Eybəcərliklər haqqında danışanların çalışın ağzı yumun. Yaxşı, bunu Əli, Əhməd, Vəli danışmasa da, hansısa bir John danışacaq da, ona nə inəyəcəksən? Baxın, indi burada mən xatırlayıram ki, bu Monitor jurnalı 3-4 min tirajla çıxırdı. 3-4 min tirajla. Bu Elmar rəhmətliyi vurub öldürdülər. Amma indi Monitorda yazılanlar, baxıram ki, CNBC televiziyasında, CNN-də, BBC-də, Spiegel'də, Washington Post'da, Guardian'da, The Telegraph'da, dünyanın ən nüfuzlu mətbuat orqanlarında, bilirsiniz onların tirajları üst-üstə nə qədər çıxır? 10 milyonlar. İndi bu 3 minlə yazırdı da bu yazıq rəhmətlik. İndi 10 milyonlar artıq bilir ki, siz kimsiz, necə yaşayırsınız, hansı həyat tərzini sürürsünüz, hansı miqyasda korrupsiya ilə məşğulsuz. İndi güya ki, burada daha 2-3 nəfər jurnalisti susturmaq nəzəri cəhətdən bu mümkün olsa, daha 1-2 nəfər müxalifətçini güya ki, bacarsalar, konstruktivləşdirsələr, tutaq ki, nə olacaq? İndi həmin kütləvi informasiya vasitələri xəbər tutmayacaq, dünya xəbər tutmayacaq Azərbaycanda baş verənlərdən. Yəni, zehniyyət o qədər geridə qalmışdı ki, situasiyaya adekvat qiymət verə bilmirlər. Ona görə də mən baxmayaraq ki, bilirəm ki, belə çağırışların heç zaman indiyə qədər nəticəsi olmayıb, heç zaman belə şeyləri dinləməyiblər. Amma biz də indi doğru bildiyimizdən əl çəkməyək də, onlar o yanlışı davam edirlərsə, biz də doğru bildiyimizi davam edək. Mən növbəti dəfə çağırış edirəm. Ölkəni dünya qarşısında Evrovizyon ərəfəsi pis göstərən sizsiz. Siz, ay hökumət, mən bunu hökumətə deyirəm. Sizsiz. Bizlik bir məsələ yoxdur. Siz bu işlərdən əl çəkin. Siz Azərbaycanı negativ tərəfdən təqdim eləyən bütün o səbəbləri aradan qaldırın. Qoy Azərbaycana gələnlər Azərbaycan haqqında yaxşı şeylər danışsınlar. Bəli, biz də bunu istəyirik. Bizim təqdim eləməyə pozitiv məqamlarımız var dünyaya. Bizim bu insan kimi millətimizin xarakteri ilə bağlıdır. Qonaqpərvərliyimiz, mədəniyyətimiz bunlarla bağlıdır. Onunla da razılaşım ki, tutaq ki, böyük korrupsiya nəticəsində olsa da, amma müəyyən tikinti, quraşdırma işləri də var. Onlar da var, tutaq ki. Bunları da təqdim edin, mədəniyyətimizi də təqdim edin. Amma sən axı dünyaya necə tolerantlıq nümunəsi göstərə bilərsən, elementar öz müxaliflərinə bu cür dözümsüzlük göstərməklə, azad mətbuatın təmsilçilərinə qarşı bu cür əxlaqsız mübarizə aparmaqla, bunları tərk etmək lazımdır. Heç olmasa Azərbaycanın daha da pis görünməməsi xatirinə bu işlərdən imtina eləmək lazımdır və heç bir yerdə də səbəb axtarmaq lazım deyil. Azərbaycanı dünyaya negativ göstərən azadlıq sevər jurnalistlər deyil, Azərbaycanı dünyaya negativ göstərən haqq uğrunda mübarizə aparan mübariz müxalifətçilər deyil, Azərbaycanı dünyaya bu gün negativ çatdıran, hakimiyyəti zəbt edən acgöz hakimiyyətdir. Cavanşir yazır ki, bir müxalifətçi kimi əhalinin dərdini niyə birbaşa dinləmirsiniz? Gərək elə hakimiyyətə gələsiniz. Harda dinləyim? Bəlkə Cavanşir bəyin ona da bir cavabı var. Mən millət vəkili olanda həddindən artıq çox insanları qəbul edirdim və minlərlə deputat sorğusu ilə çıxış edirdim. İndi mən biraz əvvəl danışdım axı, bizim oturmağa ofisimiz yoxdur. Yəqin Cavanşir bəy bilmir ki, hətta bir neçə ay bundan qabaq parkların birində çayxanada mənimlə görüşə gəlmiş 5 nəfər gənci qovdular, ikisini tutub həbs elədilər. İndi Cavanşir bəy o talihdən qorxmursa, mən onu çayxanalarda qəbul edib dinləməyə hazıram. Və Əli bəy, yekunlaşmaq üzrədir vaxtımız. Mən istədim sizdən, deməli, bu indi bayaqdan biz danışırıq, sözsüz ki, mən veriliş başlayanda da elan elədim. 436-77-41 sayılı telefonu kimlər istəyir zəng eləyib efirə qoşula bilərlər. Bunu təkrar eləməkdə də məqsədimiz odur ki, hakimiyyət, hakim partiya və digər kimlərsə istəyərlərsə, indi biz dəvət edirik əlbəttə ki, imkan daxilində, amma vaxt olmur, nədirsə qoşulmaq həvəsi olmur biraz, amma efir açıqdır və Əli bəyin dediyinə kimin sözünün iradı fikri olarsa onu da bildirə bilərlər. Amma hələ ki bunu eləyən yoxdur, mən aponet deyilib sizə deyirəm. Onlar da deyirlər ki, rəsmilər ki, sözsüz ki, evimizin içini gəlin, açıq artmayaq, Eurovision gəlir, qonaqlar gəlir, yola saraq sonra söhbət eləyərik. İlqar bəy, cavab verirəm. İlqar bəy, Kubada, Şimali Koreyada müxalifət var, azad mətbuat var. Yoxdur. Tərəddüd eləməyin, sizin vaxtınız gedir, az qalır vaxt. Yoxdur hər halda. Şimali Koreyada, Kubada, özüm qəsdən eləsini çəkirəm ki, orada heç yoxdur da, bəzilərində başqadır. İndi sizin
Azərbaycan vətəndaşı olaraq xəbəriniz yoxdur, Kubada nə baş verir, Şimali Koreyada nə baş verir, əksinə daha da acıyırsınız. Biz onlara baxanda biraz yaxşı görünürük dünyada. Niyə görə? Dünyadan baxanda nə görürlər? Görürlər ki, bəli, Azərbaycan keçmiş olmuş bir ölkədir. 94 il bundan qabaq xalq cümhuriyyəti qurmuş bir ölkədir. 89-cu ildə dünyada ilin xalqı olmuş bir ölkədir. SSR-dən ayrılan kimi ilk demokratik seçkidə keçmiş dissident Əbülfəz Elçibəy prezident seçmiş bir xalqdır. Amma indi bir ata-oğul hakimiyyəti zəbt edib, buna baxmayaraq minlərlə insan həbsi, şantajı, böhtanı göz önünə alaraq ölkədə islahatlar üçün mübarizə aparır. Azərbaycan xalqının hörməti qalxır ki, bu xalq hələ də susturulmayıb. Bu xalqın deməli demokratik potensialı var, ləyaqət hissi güclüdür ki, bu xalq bu qədər repressiyalardan sonra da susmayıb. Repressiyaların miqyasını isə onlar hamıdan yaxşı bilir. 2001-ci ilin yanvarında Azərbaycan Avropa Şurasına üzv olanda 716 nəfərlik siyasi məhbus siyahısını Avropa Şurası təsdiq edib. Yəni onlar bilirlər ki, minlərlə Azərbaycanlı ata-oğul Əliyevlərin hakimiyyəti dönəmində həbsxanalardan keçib. Onu bilə-bilə indi düşünürlər ki, deməli bu xalq potensiallı xalqdır, mərd xalqdır ki, hələ də mübarizəni davam elətdirir. Ona görə də bizim mübarizəmiz bu xalqa hörmət qazandırır. Bizim susmağımız isə bu xalqa münasibəti daha da pisləşdirə bilər. Və yekunlaşır vaxtımız, dediyim kimi bir dinləyicinin fikrini oxuyum. Salam Əli bəy, biz həbsdə, bizdə deməli demokratik demək olmaz, bizi həbsdəyik, ölkəni həbsdən azad eləmək lazımdır. Saatlıdan yazır Zülfüqar. Və sizcə Elnurun işi necə olacaq? Qısaca amma, sizcə təxminən. Bu siyasi bir işdir, açığı, siyasi bir işdir. Mən hər halda çağırış edirəm ki, hökumət ağıllı addımlar atsın. Birincisi, bunu nəzərə alsın ki, bu mənəviyyata zidd hərəkətdir ki, bir adama görə başqalarını, onun günahsız qohumlarını, heç bu işə aidiyyəti olmayan adamları cəzalandırmaq. İkincisi də, istərdim onu nəzərə alsınlar ki, onun səhhətində ciddi problem var və onlar çox ciddi bir məsuliyyətin altına girmiş olurlar, xəstə adamı uyğun olmayan şəraitdə saxlamaqla. Amma mən açıq proqnoz vermək istəmirəm. Bu mənim həyatımda belə deyək, yaxınlarımın arasında birinci siyasi məhbus deyil. Yeri gəlmişkən hər bir cəbhəçi mənim üçün elə yaxın qohumdur, onu xüsusi vurğulamaq istəyirəm. Onların da çox indiyə qədər onlarla, yüzlərlə məhbus həyatı görüblər. Mən onlara bir şey vəd edirəm ki, mən onların azadlığa çıxması uğrunda və bütün Azərbaycanın azadlığa çıxması uğrunda kompromissiz mübarizəmi davam edəcəm. Çox təşəkkür edirik. Sizə dinləyicilərə bildirim ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli idi canlı efirdə işdən sonranın birinci saatında. Xəbərlərdən sonra ikinci saatda olacaq. İşdən sonra dinləmək məsləhətdir.